Əziz izləyicilər, bu evin adını mən qoymuşam keyfiyyət. Həqiqətən keyfiyyət, səviyyə bu evdə özünü göstərir. Yerləşmə yeri, Albalı bağları, əsas magistral yoldan 100-150 metr məsafədə. Qapısına qədər asfalt. Belə bir super tikili, tam təmirli, 5 sotun içində 160 kvadrat evimizin çəkilişinə gəlmişik. Hələ ki, həyət yanı sahəni göstərim sizə, baxın. Yerə bax, belə bir səliqəli, daş düzülür. Ətraflı göstərim sizə. Ümumi 5 sotun içindədir. Qapı jalüz. Həyətin özündə ayrıca bir sanitar qovşağı var. Oranı ayrı-ayrı göstərim sizə. Ayrıca bir sanitar qovşağı mövcuddur. Tam təmirli, yeni tikilidir. Belə bir yaşıllaşdırma ərazisi var. Ağacı, bağı, bağçası. Baxın, bu tərəfdə də bütün kommunalları mövcuddur. Suyu, qazı, işığı, hər bir şey yerli yerində. Həyətə rahatçılığına, yəni su gəlir. Evin arxa tərəfinə, yan tərəflərində də çıxış mövcuddur. Baxın, göstərim sizə. Ayrıca baxın, belə bir qazanxanası var və buradan evin arxa tərəfinə də çıxışı var. Ümumi 5 sotun içində 160 kvadrat tam təmirli ev. Həqiqətən çox yüksək səviyyədə. Yerdən 5 daş kürsülü evin baxın, belə bir geniş qarşısı var. Buradan mətbəxə də qapısı var. İndi keçə evin içindən də sizə tanış edeyim. Evimiz ümumi 4 otaqdır. Maşallah, baxın, belə bir genişlik. Ümumi zal, baxın belə. Yox, koridor, üzr istəyirəm, belə bir geniş. Toplu poldur. İsti polla təchiz olunur bütün evimiz. Tam hər tərəfli isti poldur. Kamera sistemi qoruyucu xətti mövcuddur. Baxın, kamera sisteminin də burada nəzarət ekranı. Keçək birinci mətbəxə. Baxın, bu geniş mətbəxi, mətbəx mebeli qalır. Dizayner öz sözünü deyib, həqiqətən. Yəni, gözəl bir evdir. Mətbəxdən baxın, evin terasına belə bir çıxışı mövcuddur. Qapılar Avropa qapılarıdır. Baxın, belə bir keyfiyyətli qapılardır. Bu mətbəxi göstərdim sizə. Bu zal. Belə bir geniş zalı var. Ümumi geniş zalı, zaldan baxın, öz həyətinə işıqlandırması, belə qəşəng bir pəncərəsi var. Ümumi. Radiator xəttləri yoxdur. Nəyə görə? Ehtiyac yoxdur. Çünki bu ev bütün hər tərəfli istifonla təchiz olunub. Bu ikinci otağı, yataq otağı. Belə bir geniş yataq otağı var. Onu da nəzərdə çatdırım ki, yataq otağında ayrıca sanitar qovşaq nəzərdə tutulub. Göstərim sizə, belə bir geniş sanitar qovşağı var. Və otağın havalandırması üçün öz həyətindən pəncərəsi mövcuddur. Keçək üçüncü otağa. Ümumi evimiz 4 otaqdır. Bu kiçik həcmli yataq otağıdır. Baxın, bu da belə bir geniş, gözəl yataq otağı. Bu da öz həyətinə pəncərəsi. Ümumi ev, təkrar edirəm, 160 kvadratdır. 5 sotun içindədir. Bu da 4-cü yataq otağı. Böyüklər üçün böyük həcmli yataq otağıdır. Bunun da pəncərəsi mövcuddur. Öz həyətinə. Keçək sanitar qovşaq hamam. Bu da sanitar qovşaq hamam. Baxın, belə bir geniş dizayn olunmuş sanitar qovşaq hamamın bütün aksesuarları yerində, hər bir şəraiti var. Sonunda deyirəm, 5 sotun içində 160 kvadrat, 4 otaq. Yerləşmə yeri, Maçlar qəsəbəsi, Albalı bağları, əsas yoldan 150 metr, 100 metr məsafədə paket kupça. Yəni paket çıxarışına. Bu evimizin start qiyməti 180 min manata deyilir. 180 min manat start qiyməti. Mülk sahibinin dediyinə görə real alıcı olsa indirim olacaq. Bu ev haqqında ətraflı məlumat almaq istəyirsə 051 515 57 74 nömrəsi ilə əlaqə saxlayın və yaxud da səhifəni izləyin, dəstək olmağı da unutmayın. Çox sağ olun.